59 nömrəli testə baxaq. Burada belə göstərilib. Bir nömrə həm qarın boşluğunda yerləşir, həm ifrazat sisteminə aiddir. Üçüncü nömrə olan ifrazat sisteminə aiddir, çanaq boşluğunda yerləşir. İkinci nömrə isə həm qarın boşluğunda yerləşir, həm çanaq boşluğunda yerləşir. Bu ifrazat sistemi orqanlarıdır. İfrazat sistemi orqanlarını bilirik ki, 2 ədəd böyrək, böyrəklərdən çıxan sidik axarları, 1 ədəd sidik kisəsi və 1 ədəd sidik kanalı daxildir. Biz bunu qarın boşluğu və çanaq boşluğu deyə bölsək, bu hissə qarın boşluğu, bu hissə çanaq boşluğu deyə bölsək, qarın boşluğuna düşəcək böyrəklər, sidik axarları həm qarında yerləşəcək, həm çanaq boşluğunda yerləşəcək, sidik kisəsi və sidik kanalı isə yalnız çanaq boşluğunda yerləşəcək. İndi ikiyə baxaq, deyir ki, qarın boşluğunda həm də çanaq boşluğunda yerləşir. Bu nə olacaq? Sidik axarları. Sidik axarları. Deməli, 2 götürürük C. Birə baxaq. Qarın boşluğunda yerləşir ifrazat sistemi orqanı. Qarın boşluğunda yerləşən böyrəklər və ifrazat sistemi orqanıdır. 1A. İndi 3-ə baxaq. İfrazat sistemi orqanıdır, çanaq boşluğunda yerləşir. Bu da olacaq sidik kanalı və yaxud da sidik kisəsi olsaydı sidik kisəsi. Və 1A, 2C, 3B variantı. Və cavab D.